Səbinə, son vaxtlar yəni sənin ətrafında böyük, çox böyük, geniş qalmaqallar oldu. Bu səncə sənə qarşı həqiqətən də yaxılan bir qarayaxma idi, yoxsa doğrudan da o məsələlər olmalı idi deyə oldu? Yəni bütün izləyicilərimiz də bilir də hansı söhbətdən gedir. Nədən gedir söhbət? Mən 2 aydır gülürəm bu məsələyə, çox gülürəm. Doğrudan da belə deyim, bugün o məsələyə burada nöqtə qoyaq da izləyicilər də yazmasın. Nöqtə necə qoyuram? Çünki maraq dairəmdə olmadığı üçün bu söhbətin üzərində çox dayanmaq istəmirəm. Çünki bəlli məsələ idi ki, qarayaxma idi. Bəlli məsələ idi ki, nə bilim, insandır da artıq deyirəm, insanlara güvən yoxdur. Belə deyim ki, geci tezi var. Mən Allaha həvalə etmişəm. Gerçək və doğru, nədirsə, haqq, ədalət. Gec-tez öz yerini tapacaq. Bəli, gec-tez öz yerini tapacaq. Mən susmağa üstünlük verirəm. Çünki belə deyim, mənim maraq dairəmdə olmayan söhbətlərə heç girmək istəmirəm. Mən o söhbətlərin içinə girsəm, öz işlərim qalır axı. Bunların da istədiyi odur. Səbinənin başı qarışsın. Bəli, bəzi insanların istədiyi odur ki, Sabinanın başı qarışsın, əsəb, stres, ondan sonra və s. işləri qalsın, geridən geriyə düşsün. Hayır canım. Bu məsələlər səni küstürdü, tez qaçdın Türkiyəyə, yoxsa işlərlə bağlı getdin? Hardayam ki məndir? Təzə gəlmisən də? Yox, buradayım. Bir həftə 10 gün olar. Mən Türkiyədə yaşayıram, mənim evim oradadır. Məsələn, çoxdan da orada yaşadığım üçün demək olar çevrəm, şəraitim, bəzi gəlir mənbəyim oradan gəlir. Burada da məsələ gəlirəm, elə olur ki, ayda 1 dəfə, 2 dəfə gedirəm Türkiyəyə işlərimlə əlaqədar. Biznesi idarə eləmək, yoxlamaq üçün. Həm də ki, orada mən artıq toy şənliklərinə gedirəm, yəni. Mən orada illərdir ki, olduğum üçün, məsələ, orada yaşayan Azərbaycanlıların toylarını mən idarə edirəm. Həm dəstəm var. Sonra orada bilirsiniz ki, Türkiyədə konsert tərzli səhnələr daha dəbdədir. Məsələ, bizdə toy dəbdədirsə, orada o şəkildə. Mənim də, məsələ, öncədən yazılmış səhnələrim var. Ondan sonra toylarım var, ona görə gedib gəlirəm, idarə edirəm.